Vətən müharibəsinin ən çətin günlərində torpaq uğrunda canını əsirgəməyən qəhrəmanlardan biri də Tofiq Etibaroğlu idi. O cəbhəyə sadəcə bir əsgər olaraq yox, həm də ata, oğul, ailəsinin dayağı kimi yola düşmüşdü. Onun saf və təmiz ürəyi, səmimi təbəssümü hər kəsin yaddaşında dərin iz buraxıb. Tofiq şəhid olanda arxasında 2 körpə övladı, Tunar və Melisa qaldı. Onların hər biri atasız böyüməyin nə qədər çətin olduğunu çox erkən yaşlarında dərk etdilər. Bu ağrı, bu həsrət sözlərlə izah olunmaz. Bir dəfə Tofiqin balaca qızı Melisa bizə gəlmişdi. Masanın başında sakitcə əyləşib mənə suallar verirdi. Birdən gözündən yaş süzülməyə başladı. Nə baş verdiyini özüm anlamadım. Sadəcə dinlədim. O dodaqları titrəyə-titrəyə dedi. Atamı istəyirəm. Bu sözlərlə otaq buz kəsdi. Boğazım düyünləndi, kövrəldim. O anda susmaqdan başqa çarəm olmadı. Bu xatirə Melisanın kədəri, heç vaxtımda bilməyəcəyim bir an kimi qəlbimə iz buraxdı. Tofiqin xatirəsi ailəsinin, doğmalarının və onu tanıyan hər kəsin qəlbində daim yaşayır. O ömrünü vətən yolunda fəda edən minlərlə qəhrəmanlardan biridir. Onun adı nəinki qəbir daşına, həm də könüllərə yazılıb. Ruhu şad olsun. Biz onu unutmadıq və unutmayacağıq.